xeyir olsun. Hər vaxtınız xeyir olsun. Bu danışıqları necə qiymətləndirmək olar? Necə düşünürsünüz? Hər hansı bir formada gələcək üçün ümid yeri varmı? Təbii ki, İsviçrə danışıqları müsbət istiqamətdə davam edir. Baxmayaraq ki, danışıqlar prosesində müəyyən qədər narazılıqlar oldu. Hətta İran tərəfi də danışıqları tərk edəcəkdi. Amma Pakistanın uğurlu vasitəçiliyi nəticəsində bu danışıqlar artıq ekspertlər tərəfindən aparılacaq. Artıq ekspert qrupu yaradılıb. Mən hesab edirəm ki, həm Vaşinqtonda, həm Tehranda danışıqların aparılması üçün müəyyən bir siyasi iradə ortaya qoyulub. Çünki danışıqların alternativi müharibədir. Bu günləri müharibə nə İrana lazımdır, nə də Amerika Birləşmiş Ştatlarına da lazımdır. Və tərəflər çalışacaq ki, orta məxrəcə gəlsin. Mən düşünürəm ki, növbəti raundla danışıqlar prosesi keçirilə bilər. Əgər danışıqlarda Amerikanın vitse-prezidenti Vance və İranı Ali parlamentin sədri Qalibaf, Xaricilər naziri təbii ki, təmsil ediblərsə, prosesdə baş nazir Şahbaz Şərif, Pakistan baş naziri, həmçinin müdafiə naziri burada var idisə, demək müəyyən irəliləyişlər əldə olunur. Təbii ki, İran burada qırmızı xətti Livan məsələsidir, Hizbullah məsələsidir. İsrail çox çalışır ki, prosesi pozsun. Amma Amerika tərəfi də İrana qəti şəkildə təminat verir ki, Livan cəbhəsində atəşkəs pozulmayacaq. Təbii ki, İranın da burada tələbləri var. Çünki Qətər də bu danışıqlarda iştirak edir. İranın Qətərdə 6 milyard dollarlıq maliyyəsi var. Sanksiya altındadır. Onun tranşın İran tələbidir. Hörmüz boğazı ilə də bağlı müəyyən problem qalmaqdadır. Və hesab edirəm ki, İsviçrə danışıqları və ondan əvvəlki onlayn şəkildə Versal sarayında Donald Trump'ın, həmçinin İran prezidenti Məsud Pezeşkiyanın memorandum imzalaması, yaxın şərqdə atəşkəsə son qoyulması, nüvə məsələsində müəyyən razılıqlar, həmçinin Hörmüz boğazının açılması istiqamətində memorandum. Təbii ki, əgər prezidentlər səviyyəsində bu imza atılıbsa, düşünürəm ki, bu danışıqlar müsbət istiqamətdə davam edəcək. Amerika Birləşmiş Ştatları təbii ki, siyasəti var və çalışır ki, İranla bağlı siyasətində elə bir siyasət həyata keçirsin. İran burada özünü nə qalib, nə də yaxın şərqdə hücumun güc saymasın. Məsələn, əsas problem də bundadır. Çünki İran tərəfinin, İran rəsmilərinin də biz bəyanatlarında region ölkələrinə qarşı müəyyən hədyanlar görürük. Bunda Amerika Birləşmiş Ştatları da görür. Amma Vaşinqton da hesab edir ki, İran tərəfi belə bir bəyanatlar vermir. Çünki burada döyüşlərdə məğlub tərəf İrandır. Məhz Amerika Birləşmiş Ştatları da İrana məhz nüvə silahına sahib olmamaq və nüvənin zənginləşdirilməsindən ümumiyyətlə imtina edilməsi üçün hərbi əməliyyatlar həyata keçirir və İran tərəfi də Amerikanın bu şərtlərinə razılaşır. Yəni, necə ola bilər ki, İran burada özünü qalib hesab etsin? Və düşünürəm ki, qalib tərəf Amerika Birləşmiş Ştatlarıdır. Diplomatiyada bir yön verib Amerika İran tərəfinə və düşünürəm ki, İsviçrə görüşü də növbəti görüşlər üçün də müsbət bir irəliləyişin başlanğıcıdır. Əslində, Məhəmməd müəllim, siz belə bir məqamı qeyd elədiniz. Təbii ki, bu sizin şəxsi fikrinizdir və burada Amerika Birləşmiş Ştatlarını qalib tərəf kimi görürsünüz. Amma digər bir məqama mən diqqət çəkmək istərdim. Burada həm də danışıqlar prosesində tərəflərin bir-birlərinə qarşı təhdid dolu fikirlər səsləndirməsi. Ümumiyyətlə, necə düşünürsünüz? Danışıqlar prosesində, diplomatiyada, diplomatik masada təhdidlər nə dərəcədə danışıqlar prosesinə mane olur? Ümumiyyətlə, tərəflərin belə bir addım atması doğrudurmu? Bilirsiniz, masada orada olan təhdidlər barədə rəsmi şəkildə belə bir açıqlama yoxdur. Müəyyən İsrailin nəzarətində olan, yaxud lobisi nəzarəti olan mətbuat təbii ki, İsviçrə görüşünü qaralamağa çalışır və geniş şəkildə qara PR formalaşır İsviçrə görüşünə və həmin informasiya vasitələrində də qeyd edilir ki,
danışıqlar masasında çox ciddi şəkildə İran tərəfi Amerika rəsmilərinə xəbər. Yəni göründüyü kimi bunlar hamısı İsrailin propagandası nəticəsidir. Çünki İsrail tərəfi İran-ABŞ danışıqlarından kənardır və bu danışıqlarda iştirak etmir və onun nəticəsindən də narazıdır. Mən hesab edirəm ki, tərəflər əldə sıxmasa, sadəcə olaraq İran tərəfi daxili auditoriya mesajı verir bu məsələdə. Amerika tərəfi də onları başa düşür və düşünürəm ki, İran tərəfi Amerikanın gəldiyi şərtlərinə razılaşır və sanksiyaların qaldırılmasıdır, müəyyən dünya bazarından çıxışıdır, neft, qaz satışına sanksiyaların aradan qaldırılması, təbii ki, bu Amerika-İran arasında da razılaşdırılacaq. Burada əsas qüvvə məsələsidir. İranın yaxın şərq siyasətində müəyyən dəyişikliklərin edilməsi, Çin, Rusiya və İran zəncirinin qırılması. Mən düşünürəm ki, sanksiyalar aradan qaldırılandan sonra transferlə maliyyə transferi İrana keçiriləndən sonra İran öz xarici siyasətində də müəyyən dönüşlər etmiş olacaq. Proksi qüvvələri də dəstəkləməyəcək. ABŞ-dan da müəyyən istiqamətdə siyasət həyata keçirilməsi istisna edilir. Məhəmməd müəllim, son olaraq soruşmaq istəyirəm qısa cavab verəsiniz. Hörmüz boğazı ilə bağlı məsələnin, yəni taleyi necə olacaq? Çünki həm də nəzərə alsaq ki, burada təkcə ABŞ və İrandan söhbət getmir, burada həm də dünya iqtisadiyyatından söhbət gedir, Körfəz ölkələrinin iqtisadiyyatından söhbət gedir və Hörmüz boğazının bağlanması və yaxud da bağlanıb açılması, təbii ki, o müəyyən risklər var, müəyyən gərginliklər var, problemlər var, onlar hələ də aktual olaraq qalır. Bu məsələnin Hörmüzün taleyi necə olacaq? Mən düşünürəm ki, əgər belə bir görüşlər, belə bir danışıqlar baş tutsa, ekspertlər qrupu işləyirsə, Amerika və İran tərəfindən Hörmüz boğazı da açılacaq. Ola bilər ki, İran tərəfi Hörmüz boğazını müəyyən qədər bağlı saxlayır ki, İrana hazırda kifayət qədər milyarlarla pul lazımdır. Çünki sosial iqtisadi vəziyyət daha çox çətinləşir, hiperinflyasiya və İran tərəfi də Hörmüz boğazını müəyyən qədər bağlamaqla Amerikadan tələb edir ki, İrana maliyyə sanksiyalarını aradan götür və bizə heç olmasa 20 milyard dollar vəsait lazımdır. Mən düşünürəm ki, müəyyən prosesdən sonra da bu da reallaşacaq və Hörmüz boğazı tamamilə azad naviqasiyaya tətbiq ediləcək. Təşəkkür edirəm. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda siyasi şərhçi Məhəmməd Əsədullazadə idi. Biz Məhəmməd müəllimlə ABŞ-İran danışıqlarının növbəti raundu barədə danışdıq.